Hə. İndi dostlar öz hesabıma girirəm, giriş edirəm. Mən öz oyunuma girdim. Mən burada ən sevdiyim oyun dünyayı yönetmək için su satan Water Tycoon. Bu oyunu mən çox xoşlayıram. Özüm bu oyuna yeni başlamışam. Mən bu oyundan çox xoşum gəlir. Yəni burada normal kasılmışam da 1.74 milyon pul, 12.32K'da su gücüm var. Burada böyle dronlarım var, insan yığınlar, onlar mesela qanunlarını diyelim düzəldir. Burada normal suyumuz var. Sıradan su deyirik, 2 dənə sıradan su var. Baxın, insanlar götürülə bilən içine koyurdular bura. Suyu çıxır güya bilən içine oyundur. Buradakı yoldan keçən insanlara mən su satıram. 2 dənə sıradan suyu mən satıram $400. Burada 5 dənə var, burada da 5 dənə var. İstəyirəm yığılar. Nələndə burada kimyasal da param. Su düzəlməsi kömək olmağa. Ən bahalı sulardan biri budur. Adı parıltılı su gedir. Burada da var ama bura mənim gücüm çatmır. Ona görə mən burada düzəldə bilmirəm. Ne qədər 3 dənə parıltı. Orada bayaq 2 dənə 3 dənə normal suyu $400 satdıq. 3 dənə parıltılı suyu neçə satacağıq? Maşın burada doları. 6.8K'ya satdıq təbii ki də. Onun üzrə dostlar ən zəif suyumuz radioaktiv sudur. Ondan radioaktiv suyu görün. Mən neçəyə satacağım. Dronlar götürüb buna sataq $253. $253 da heç bizim pulu yarısı da eləmir. Yarısı deyəndə ki 4'te 1. Burada 20 dənə yığılmalı olacaq. Koyun yığılsın 20 dənə. Kırmızı su gedir bu. Bu da bahalı sudur. Burada mənim maşınım da var. Asmışam 10K su gücünə. İndi baba götürüb sattım bunu. 151.5K'ya sattım. Bir de 20 dənə kırmızı suyu mən sattım. 155K'ya. İndi 25 tane burada olacaq. Onu da götürdüm. 25 tane kırmızı suyumuz var. Buradan maşın çağırırıq. Yani 20 kırmızı suyu mən sattım. 25 tane kırmızı suyu mən sattım. 189.3K'ya sattım tabii ki de. Geldim yerime. 1.6 milyon. Burada da güclüdür. Ama mən bura 3 milyonca yükləməsi almalıyam. İşçilər almalıyam denə. Mənim pulum hələ ki çatmır. Oyun videolarının davamını gəlməsi istəyirsinizsə, oyun videolarına like atıb abunə olmağı unutmayasınız. Burada yuxarıda belə bu su miqdarı 12.74K'dır. Bunlar tükürmə gedirlər. Mən suyun adını budur. Ama en çok bu su aparatları mənə yardım edir. Mən burada roketi göndərmişəm. Roket var idi. Roketlə sular 5 kat daha pahalı olur. Əgər oyun videoları gözəl getsə, mən oyun videolarını Roblox'a vurma ihtimalım var. Aslında əvvəldən Roblox vurmalısıyam. Prosta bu mənim üçün bəhanə olur. Baxın dostlar, yerdən pullar da tapıram. Maksimum 100K'dır pul, yerdən tapılan pul. Baxın, qara gəldi bura. 27K'ya macələ satdım. Belə anı səhvə ışınlanmaq da olur, belə tüksək. $20 dənə qırmızı su aldım yenə. Bu götürdüyünə görə elə götürdüyünə satırıq. 153K'ya satdıq. Sıradan suyu məsəl üçün gedmir, amma yenə də satmalıyıq. Bunu satırıq 5K'ya. Dostlar, bu oyunu beğendiyse mən sizə dedim oyunun adını. Buradan da tabii ki bu en aşağıda 2 olan kompüter gücünü gəlir, üst oldu məndə dostlar. Mən burada kompüter gücü ilə bu yüksəlmələri edə bilirəm. Başa üçün
Maksimum malzeme depolama kapasitesini ben edeceğim. Max levelde. Maksimum su taşıma 120-149. Bunlar sihir iş hızı artır 50 demek kabul. Eğer oyunu Robux vurmamı istəyirsinizsə, nə qədər çox like gəlsə, o qədər Robux verəcəm. Yaxşı gözəl Robux verəcəm. Maşın burada nə məqsədə uyğundur? Maşın da sürətdir. Amma yenə də bilişirəm. Yəni belə videoda Robux videolar istəyirsinizsə, Robux vurmağımı istəyirsinizsə, abunə olub like atmağı unutmayın. Şimdi bu kadar idi dostlar, ilk oyun videomuz bu kadar idi. Gelen görüşlere görüşene de yorumlarda bildirin ki ben Robux vurum yoksa Robux vurmayayım. Ya sağ olun, selamat kalın. Kanalına abone olup like atmayı unutmayın.